Salam hörmətli izləyicilər. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yola asfalt, yola tam yaxın məsafədə 2 mərtəbə 4 otaq, 7 otaqlı evimiz çıxdı satışa. Böyük evdir, 3 sotun içindədir, gözəl bir evdir. Böyürləri tam olaraq açıqdır, hər tərəf bu qədər açıq məsafədədir. Evin biraz kosmetik işləri çatmır. 260 kvadrat, daimi suyu gəlir. Sənədləri bələdiyyədir, icranın sərəncamıdır. Qiyməti sonda qeyd edəcəm. Bura koridor girişidir. Dəhlizi genişdir. Biraz aboylara ehtiyac var, demirləri. Burada sağda bir otaq var. Geniş bir otaqdır. Yataq otağı da kimi istifadə oluna bilər. Elbində oturmaq üçün də. Bu evin yataq otağıdır. Çox geniş bir yataq otağı var. 25-24 kvadrat yataq otağıdır. Pəncərələr hamısı öz həyətinə baxır. Baxın, divarla məsafə 2 metrdən çoxdur. Birinci mərtəbə axıra qədər qoşa daşdır. Baxa bilərsiniz. Buraya evin birinci mərtəbənin zalıdır. İstilik sistemi kombidir. İran peçi elə belə içinə qoyulub. Qoşa daşdan tikilib, şəxsi tikilidir. Evdə möhtəşəm olan mətbəxdir. Mətbəx 18-20 kvadrat olar. Çox geniş bir mətbəxi var. Burada da pəncərələrin qarşısı genlə bununla açıqdır. Hava işləyir. Buraya evin hamam sanuzelidir. Birinci mərtəbədə. Aşağıda 2 yataq otağı, bir zaldır, bir mətbəxdir, bir hamam sanuzelidir. İkinci mərtəbənin hamam sanuzeli var. Sadəcə təmirsizdir. Baxın, buradır, abdelindir. Hər şey olunub, santexniklə kimi çəkilib, amma xafelləri qalıb. İkinci mərtəbədə geniş bir dənə zaldır, böyük bir zalı var. Baxa bilərsiniz. Ev 7 otaqdır. Tam olaraq 7 otaqdır, 260 kvadratdır. Burada bir yataq otağı. Burada da geniş bir yataq otağı var. Yuxarıda 3 yataq otağı, bir zaldır. Sadəcə burada qapısı bağlıdır deyəni çəkə bilmirik. Burada 16-17 kvadratlıq təmirli evdir. Gəlin indi evin qiymətinə. Evin qiyməti 165.000 manatdır, startlı qiyməti. Ev yəsi tərəfindən reallıq olsa endirim olunacaq.